Xeyir olsun əziz müəllimlər. Bugün sizə Azərbaycanda Alban Arşaklar sülaləsinin hakimiyyətə gəlməsi haqqında məlumat verəcəm. Ümumiyyətlə müəllimlər, bunu belə yadınızda saxlayırıq ki, Albaniyada Arşaklar sülaləsinin hakimiyyəti eramızın 1-ci əsrində Qoçaq Vaçaqanın dövründən başlamışdır və Qoçaq Vaçaqanın dövründən başlayaraq artıq biz deməli deyə bilərik ki, Arşaklar sülaləsinin hakimiyyət dövrü kimi deməli başlamışdır. Ümumiyyətlə biz deyirik ki, deməli Albaniyada Arşaklar sülaləsinin dövründə deməli ümumiyyətlə gəlin birinci öyrənək ki, Azərbaycan deməli neçənci ildə daxil olubdur Albaniya. Biz bayaqlar dedik ki, Albaniya 262-ci il Sasanların hakimiyyətinə daxil olmuşdur. Ancaq müxtəlif dövrlərdə artıq müəyyən dəyişmələr baş vermişdir. Ümumiyyətlə Sasanilərin dövründə Albaniyanın ərazisinin inzibati cəhətdən vilayətlərə və əyalətlərə var idi. Və deməli bir Kürün sol sahili var idi müəllimlər, bir də Kürün sağ sahili var idi. Və biz deyirik ki, Qəbələ, deməli Şəki, Kambizena. Bu Kürün sol sahilində olan ərazilərə. Deməli Qəbələ buradadır. Şəki və Kambizena. Bunlar Kürün sol sahilində olan əraziləri. Düzdür müəllimlər? Bundan əlavə biz Kürün sol sahilinə yoldaşlar Lipina və Çolanda deməli aid edirik. Bir də Kürün deməli sağ sahilindəki ərazilərdir. Buraya biz deməli Arsaq, deməli Uti və deməli Paytakaran ərazilərini deməli aid edə bilərik. Deməli Kürün sol sahilinə bir daha göstərirəm. Qəbələ, Şəki, Kambizena, Lipina və Çola. Lipina və Çola ərazisini daxil edirik. Kürün sağ sahilinə isə biz deyirik ki, deməli Paytakaran ərazisi buradadır. Daha sonra deməli Uti və Arsaq ərazisini deməli bura daxil edirik. Ümumiyyətlə belə deyirik müəllimlər. Əsasən Qoçaq Vaçaqanın dövründə biz dedik ki, mərkəzləşdirilmiş dövlət əsası qoyuldu. Və yadımızda nəyi saxlamalıyıq mütləq dövrdə? Yeni dövrdə, yəni Albaniyanın qədim şəhərləri, məsəl üçün Qəbələ, Naxçıvan, Bərdə idi. İnkişaf etmiş şəhərləri isə artıq yeni Bərdə və Beyləqan kimi şəhərlərin deməli yaranmasını, bu Bərdənin və Beyləqan kimi şəhərlərin yaranmasını biz deməli deyə bilərik. Bundan əlavə biz dedik ki, artıq 3-cü və 5-ci əsrlərdə müəyyən sahələr inkişaf eləmişdir və ipəkçilik meydana gəlmişdir. Həmin dövrdə Azərbaycanda, yəni daha çox inkişaf etmə mövcud idi. Biz deyirik ki, müəllimlər biz dedik ki, ümumiyyətlə belə götürürükdür. Məlumat üçün bildirmək istəyirəm ki, Albaniyada bu ərazi Albaniyanın ərazisidir. Albaniyada deməli mövcud olmuş 3 dənə sülaləmiz olmuşdur. Deməli bunlar hansı sülalələrdir? Deməli bunlar deməli Aranilər sülaləsi eramızdan əvvələ aiddir. Bura Oroysti, Kozisti, Zoberdi və eramızdan əvvəl 3-cü və 1-ci əsrlərə aiddir. Daha sonra deyirik Arşaklar sülaləsi, bayaq bundan məlumat verdim. 1-ci Qoçaq Vaçaqandı, 1-ci Vaçedi, Urnuayırdı, Asagendi, 2-ci Vaçe və 3-cü Vaçaqandı. Bir də Mehranilər sülaləsi müəllimlər. Bu da əsasını, yəni sülalənin bünövrəsini Mehran qoymuşdur. Varaz Qriqor, Cavanşir və Varaz Tridat. Bunlar isə Mehranilər sülaləsinin mövcudluğu dövründədir. Deməli Qoçaq Vaçaqandan sonra biz dedik ki, deməli hakimiyyətə 1-ci Vaçe gəlmişdir. Düzdürmü yoldaşlar? Vaçenin dövrünə nə məlumat verərik? Biz deyirik ki, deməli Alban hökmdarı Vaçe deməli 260-cı ildə 1-ci Şapur Romanın məğlubiyyətə uğradıqdan sonra artıq yəni 1-ci Vaçe daha çox Roma pərəst siyasət yeritmişdir. Amma 62-ci ildə məcburiyyət qarşısında qalıb, yəni ona tabe olmuşdur. Hətta 1-ci Şapurun 262-ci Nəqşi Rüstəmdəki məbəd divanında getdiyi yazı sübut edir ki, Albaniya Sasanilərin tərkibində olmuşdur. Və verilən məlumatlara görə bunu Zaloğlu Pəhlivan deməli Rüstəm tərəfindən tikilmişdir. Bir də məlumat üçün bildirmək istərdim ki, ümumiyyətlə 1-ci Şapurun deməli dövründə məlumat verilir ki, yazılar məlumat verir. Burada 27 ölkə arasında Atropateniya və Albaniya haqqında məlumat verir. Eyni zamanda Balaskanın da adı çəkilir. Balaskanın da əhalisinin əksəriyyəti sakları olmuşdur və Kürlə Arazın qovuşduğu yerdə
deməli bunu biz deməli göstərə bilərik. Yəni Balaskan da müəllimlər bildiyiniz bu ərazidir. Balaskan bildiyiniz bu ərazi. Hətta verilən məlumatlara görə bu Beyləqan da adlandırılır. Bəzən də bu formada deməli adlandırılmışdır. Bəli, 1-ci Vaçedən sonra hakimiyyəti deməli gəlmişdir Urnayrın dövrü. Ümumiyyətlə Urnayrın dövrü belə deyək də müəllimlər, onun bir daxili, bir də xarici siyasəti olmuşdur. Daxili belə ki, o ümumiyyətlə bütpərəstliyə qarşı çıxmışdır, belə deyək, və Albaniyada 313-cü ildə, deməli 313-cü ildə xristian dinini qəbul eləmişdir və hətta xristian dini dövlət dininin səviyyəsinə qədər gətirib çıxarmışdır. Onun xarici siyasətində isə o daha çox Sasani pərəst olmuş Romaya qarşı. Biz Urnayrın dövründən məlumat verərkən biz deyirik ki, deməli 313-dən deməli 371-ci ilə qədər bunun hakimiyyət dövrüdür. Düzdürmü yoldaşlar? Və biz deyirik ki, 359 və 371-ci illərdə Amit və Dizraf döyüşləri olur. Və hər iki döyüşdə, istər Amit, istər Dizraf döyüşlərində, deməli Romaya qarşı Sasanilərin tərkibində olmuşdur. Roma Amit döyüşündə belə deyirik yoldaşlar. Amit döyüşündə yəni Roma məğlubiyyətə uğradı, Amit şəhərini tutmuşdular və indi kitablarda yoxdur, o kitablarda vardı. Arsaq da Kaspiyan, Marlar. Bu ələ keçirilmişdir. Amma Dizraf döyüşündə biz deyirik ki, deməli Girdiman da, yəni bu ərazilərdə Uti, Şakşakendi, Kolt əraziləri deməli ələ keçirilmişdir. Deməli deyirik ki, Girdimandır, Şakşakendi, Utidir. Bu ərazilər deməli ələ keçirilmişdir. Həmin bu deməli yəni Romalılar tərəfindən ələ keçirilmiş Sasanilər deməli həmin dövrdə məğlubiyyətə uğramışdır. Daha sonra həmin ərazilər 387-ci ildə Cənubi Qafqaz, Roma və Sasani arasında bölüşdürülmüşdür və geri itilmiş ərazilər geri qaytarılmışdır. Və Urnayr, biz demək məlumat üçün bildirəm ki, Urnayr deməli 2-ci Şapurun yəni müttəfiqi kimi iştirak eləmişdir. Ümumiyyətlə belə deyək də müəllimlər, yəni əslində belə deyək, 359-cu ildə Sasani hökmdarlarının məqsədi döyüşə girməmişdən qabaq Suriya ərazisinə keçirmək idi. Amma Fərat çayının daşması və şiddətli daşqınların yaratdığı təhlükə nəticəsində onlar öz istiqamətini Amid, yəni Amidin də indiki ərazisi Diyarbəkir ərazisində deməli məskunlaşma deməli olmuşdur. Deməli ümumiyyətlə yəni testə nə düşür sizin deməli nə düşə bilər? Ümumiyyətlə Amid döyüşünün iştirakçısı olan Amman Marslion həm iştirakçı olmuş, həm də bu haqda məlumat vermişdir. Və deyir ki, Sasani şahından sağda onunla yerinə və hörmətinə görə eyni olan Albanların hakim mövqeyi deməli burada öz əksini deməli tapmışdır. Və Sasanilərə qarşı müharibənin əsas səbəbləri nə idi? Vergilərin artırılması, Zərdüştin zorla qəlb edilməsi, Farsili əhalinin köçürülməsi və s. və axırıdır. Sonra hakimiyyətə gəlmişdi 2-ci Vaçenin dövrü. Biz 2-ci Vaçenin dövründən söhbət açarkən biz deyirik 2-ci Vaçenin dövrü 444 və deməli 463-cü illərə əhatə edir. 2-ci Vaçenin dövründə belə deyək, paytaxtı elə bir ki Bərdə şəhərinə köçürülmüşdür. 2-ci Vaçenin dövründə paytaxt Bərdə şəhərinə deməli köçürülmüşdür. Eyni zamanda biz 2-ci Vaçenin dövründə biz nələrdən söhbət açmalıyıq? Biz 2-ci Vaçenin dövründə onun türk mənşəli sülaləyə mənsub olması, Sasanlərlə qohumluq əlaqələrinin olmasına, eyni zamanda Çola dərəsinə deməli tutmasından, Massagetləri hətta öz tərəfinə çəkməsindən, eyni zamanda xristian dinini qəbul etməsindən danışa bilərik. Eyni zamanda Qafqazın 11 hakimi ilə ittifaq qurmasından da deməli məlumat verə bilərik. Və yadınızda bir şey saxlayın müəllimlər. Deməli, Urnayr xristian dinini dövlət dini elan edibdir. 2-ci Vaçe xristian dinini qəbul edibdir. Mömin Vaçaqan isə, yəni deməli Vaçaqanın dövründə isə
xristian dininə aid qanunlar qəbul edilmişdir. Yəni məktəblər açılmışdır. Agrin kilsə məclisi çağırılmışdır. Yəni bunu qarşılıq salmayın. Bir də var müəllimlər, 2-ci Vaçidən qabaq olmuş hakimiyyətdə Asuagen olmuşdur. Asuagen uşaqları daha çox təhsilə cəlb edirdir. Yeni əlifba yaradılmışdır. Dini kitablar yəni Suriya və Yunan dilindən Alban dilinə tərcümə edilmişdir. Yəni bunu da mütləq yadınızda deməli saxlamağınız mütləqdir. Yəni belə deyək də Firuz yəni Vaçiyə qarşı o qədər də əvvəl tədbirlər həyata keçirmədi, amma baxdı ki, xristian dini daha çox yayılmağa başlayır. Ona görə Hunları dəvət etdilər. 462-ci Hunlar gəldilər bura. 60-da deməli hakimiyyətdən getdilər. Ondan sonra müəllimlər bir şey yadınızda saxlayın. Albaniyada bir qısa mərzubanlıq dövrü var. Bir uzun mərzubanlıq dövrü var. Qısa mərzubanlıq dövrünü həmişə götürün 63, 87. Yəni söhbət 400-dən gedir. 460-87-ci illərdə. Uzun mərzubanlığı dövrünü 510, 629 yadınızda qalsın. 510, 629-cu illərdə uzun mərzubanlıq dövrü kimi deməli götürmənizdə tövsiyə var. Belə deyirik. Mömin Vaçaqanın dövründə isə müəllimlər, deməli biz yəni deyə bilərik ki, Agrin kilsə məclisinin ümumiyyətlə çağırılması, Albaniya daxili müstəqilliyin bərpa edilməsi, atəşpərəstliyi və təqib edilməsi, ölkədə müəyyən islahatlar keçirməsi, Agrin kilsə məclisi deməli Ağdam rayonunun belə deyək də Boy Əhmədli kəndi yaxınlığında Govurqalı adlanan yerdə yerləşir. Ümumiyyətlə, Agrin kilsə məclisinin əslində məqsədi nə edir? Bir, Albaniyanın müstəqilliyini möhkəmləndirmək, kilsə dayaqlarını gücləndirmək, bir, dini birliyə nail olmaq, bir də Alban kilsəsinin müstəqilliyini təmin etməyidir. Və burada bu qərar yadımızda belə qalsın. Testdə düşür sizə. Deyir, Agrin kilsə məclisinin qanunları bizim erkən orta əsrlər Albaniyası haqqında bizə gəlib çatan yeganə hüquqi sənəddir və xristianlığın feodal əsasları nizamlanmış, bununla da Albaniyada feodal münasibətlərinin inkişafına daha da təsir göstərmişdir. Əyanların hüquq vəzifələrini tənzimləyirdir. Aydın oldu müəllimlər. Yəni bir də daha deyirəm. Agrin kilsə məclisində biz nə görürük? Xristianlığın feodal əsasları nizamlanmış, feodal münasibətlərinin inkişaf etdirilmiş, əyanların hüquq vəzifələri tənzimlənmişdir. Bu söz yadınızdan deməli çıxmasın. Bundan qabaq biz deyirik ki, 481 və 84-cü illərdə Albaniyada, İberiyada Sasanilərə qarşı üsyanlar baş verir. Həmin üsyanlar nəticəsində 485-də müqavilə imzalanır. Müqavilə əsasən biz deyirik ki, Albaniyanın daxili idarə hüquqları bərpa edilməyə icazə verildi. Albaniyada xristianların təqibi deməli dayandırılmışdır. Daha sonra 510-cu ildə Albaniyada artıq Mömin Vaçaqan vəfat edir və bundan sonra artıq 510 və 629-cu illər deməli biz Albaniyada uzun mərzubanlıq dövrünün başlanmasını və Arşaklar Sovet hakimiyyətinin sona çatması haqqında məlumat deməli gedirik. Deməli müəllimlər, yadınızda bir daha xəritdə mən sizə nəyi göstərim? Əraziləri xəritdə göstərim. Deməli Kambisena, Girdiman vilayəti, Sakasena, Göyçə vilayəti, Göyçə göl daha doğrusu istəyirəm, Sunik, Naxçıvan, deməli burada Agrin kilsə məclisinin çağırıldığı yer deməli Ağdam rayonu istiqamətindədir. Balaskan, daha sonra Paytakaran, Qəbələ, deməli burada Şamaxını göstərə bilərik. Çola, Samur, Kiş şəklini, Kiş kəndini böyük ətraflı göstərə bilərəm sizə. Yəni bunlar sizin qabağınızda Dəmirqapı, Dərbənd, burada Kambizenanı göstərə bilərəm. Bunlar bizim bilməli olduğumuz məqamlardır. Elə xəritədən yeri gəlmişkən Təbrizi yadınızda həmişə saxlayın. Bax müəllimlər, sizin mayak nöqtəniz Təbriz olsun. Təbrizin deməli şərqi, Təbrizin qərbi. Şərqini həmişə Ərdəbil götürün, yəni bu hissəsini. Təbrizin aşağısında Marağa, aşağısında Kazaka. Yəni aşağı düşəndə Marağa və Kazakanı görürük. Bu hissədə isə Urmiya gölünü görürük. Xoy, Salmas, Urmiya ərazisinin özünü görürük.